Mən özüm işə düzələndə mən şokdaydım ki, şirkət məni ümumiyyətlə işə alıb. Yəni nəyəsə görə təcrübə proqramına alıb və sairə. Çünki mən universitetdə kəsrləri olan bir insan idim. Yəni kəsrləri olan bir insan gəlmişəm. Məndən daha yaxşıları var, xaricdə oxuyan insanlar var və sairə hamısı. Və, həmin zaman belə bir şey oldu ki, mənə təklif gəldi ki, işə qoşul. Mən qoşuldum və iş zamanı mən, qoşulanda mən düşünürdüm ki, məndən gözlənti olacaq ki, mən nəsə bilirəm. Mən də düşünürdüm ki, mən nəsə bilirəm. Bu qəşəng idi. Amma şirkətə qoşulanda mən başa düşdüm ki, mən heç bir şey bilmirəm və mən başa düşdüm ki, şirkətin məqsədi odur ki, mən heç bir şey bilməyim A! və məni sıfırdan başlasınlar böyütməyə. Ona görə də, bizim şirkətin əsas yanaşması odur ki, biz universiteti bitirən kimi sırf insanları işə almaq istəyirik. Hətta universiteti bitirməmiş insanları təcrübə proqramı ilə işə almaq istəyirik ki, sonra biz onları böyüdək. Və, işə alma prosesi də özü də çox maraqlıdır. Yəni mən hazırlamışdım özümü ki, bütün brendləri əzbər bilməliyəm. Mən Philip Kotleri əzbər bilməliyəm, bütün formulaları əzbər bilməliyəm və s. Heç bir intervyu prosesində mənə heç bir belə bir sual verilmədi. Hamısı ancaq, sırf, şəxsi keyfiyyətlərlə bağlı suallar idi ki, sadəcə olaraq кейslər idi. Soruşulurdu ki, okey, belə bir şey oldu, siz nə etdiniz? Belə bir şey olsaydı siz nə edərdiniz? Bu olsaydı nə edərdiniz? Bu oldu, nə etdiniz və s. Biraz danışın bizə, detallı və s. Məni sevindirən həqiqətən odur ki, şirkətdə biz, şirkətə insanları alanda mən hal-hazırda özüm rekrutmentla məşğulam və sevinirəm ki, bizdə insan, yəni, kadrlar şöbəsi ümumiyyətlə işə alma prosesində qoşulmur. Onlar olmurlar. Yəni hamısını şöbə müdirləri eləyir. Yəni hər şey onların öhdəliyinə Öyle. buraxılır ki, siz almalısınız işə insanları. Və, ən sevindirici hal nədir ki, məsələn, ki biz işə alanda insanı, biz çalışırıq insanı hansısa bacarıqlarına görə, onun keçmişinə görə, universitetdəki uğurlarına görə, məktəbdəki uğurlarına görə tək yox, ümumiyyətlə onun şəxsiyyətinə görə işə alaq. Yəni bu insan bir şəxsiyyət olaraq mənə uyğundur yoxsa yox, şirkət Hımm. olaraq. Hətta pozisiya yox. Yəni biz pozisiyaya heç vaxt insan almırıq, vəzifəyə görə insan almırıq. Yəni bizə maraqlı deyil ki, bu insan işləyəcək marketinqdə, bu insan işləyəcək satışda, bu insan işləyəcək logistikada və ya maliyyədə və s. Biz sadəcə olaraq insanı almaq istəyirik şirkətə və şərt qoyulur ki, siz şirkətə uyğun insanı gətirməlisiniz.